Salam, hər vaxtınız xeyir olsun. Baxın görün verilişinin yeni buraxılışı efirdədir. Sizinlə mən Umar. İşıqlı həyat arzulayan və öz zövqünə inanan hər kəsi Santral Elektrikə dəvət edirik. Burada siz modern, klassik və avangard üslublu çılçıraq, tarşer, bra, tavan spotları və fasad arxitekturu işıqlandırma avadanlıqlarını əldə edə bilərsiniz. İspaniyanın Xenon, Reaper Lamp, Belçikanın Lirio, Esseo, Podium, İtaliyanın Cidini, Almaniyanın Next keyfiyyətini bizim sayəmizdə öz evlərinizdə görə bilərsiniz. Daim yenilənən çeşidlərimiz ən tələbkar müştərini belə razı sala bilər. Hər bir məhsulumuza Santral Elektrik zəmanəti veririk. Biz xalqımız əsl keyfiyyəti hiss etsin deyə çalışırıq. Santral Elektrik. Kübarlara və zadəganlara layiq olan məkan. Gold Baku. Gold Baku. Bura sıradan bir yer deyil. Kübarlığın təcəssümünü özündə əks etdirən məclislər məkanıdır. Məhz buna görə buranı kübar insanlar bəyənir və seçir. Rəssamın əl işləri məhz bunun bariz nümunəsidir. Bura həyatınıza qızıl hərflərlə yazılacaq. Zadəganlara layiq olan məkan. Gold Baku. Oazisin beyaz zalı sanki ağ gəlinciyə bənzəyir. Sizə oazisi tanıtmağa ehtiyac yoxdur. Amma oazisdə yeni bir zal açıldı. Qar kimi təmiz. Fransa kral zallarına məxsus dizayn. Bu zaldan dünyada çox az. Adı da özü kimi bəyaz. Oazis, sevgi qədər əziz. Gəlin toya gəlməyib. Heç bilirsiniz səbəb nədir? Demə, gəlin şadlıq sarayını bəyənməyib. O bizə baxsaydı, məhz buranı seçərdi. Qızıl bağ, bu ad bizə artıq doğmadır. Bu bağ o bağdan deyil, bu bağ tam fərqlidir. Burada siz 200-250 nəfərlik böyük zalda həyatınızın ən əlamətdar və unudulmaz anını, banket zalında isə nişan, ad günü və digər mərasimlərinizi qeyd edə bilərsiniz. Eləcə də Qızıl Bağın ailəvi istirahət mərkəzində siz doğmalarınızla birlikdə xoş istirahət və sevinç dolu dəqiqələr yaşaya bilərsiniz. Bura gələn deyəcək, yenə o bağ olaydı. Qızıl Bağ. Oasis haqqında bir çox şey deyə bilərəm, amma elə 100 dəfə danışmaqdansa bir dəfə görməniz daha məsləhətli. Odur ki, ekranlara yaxın əyləşin, baxın görün. Avropa standartlarına uyğun gözəl xidmət, şərq və dünya mətbəxindən gözəl nemətləri dadmaq və sevgi çələnginin şahidi olmaq istəyənlər, sizləri Oazisə, adı qədər füsunkar, ailəvi istirahət məkanına dəvət edirik. Burada körpələrinizin istirahəti üçün gözəl və əyləncəli Zoom quraşdırılıb. Sizin bütün qayğılarınızı unutturacaq qədər gözəl bir məkan. Biz səhrada xəyal deyilik, biz gerçəyik, özünüz şahid ola bilərsiniz. Ünvan Bakı şəhəri 8-ci mikrorayon Şövkət Məmmədov küçəsi 74. Oazis, sevgi qədər əziz. Bəzi insanlar yuxu görür, bunu xatırlamır. Amma bizim rüyamız nəinki sizin yaddaşlarınızda, sizin həyatınızda həkk olunan yuxu olacaq. Yuxularınızı gerçəkləşdirəcək Röya Şadlıq Sarayı. Xəyallarınızda qurduğunuz xoşbəxt anlarınızı biz gerçəkləşdirəcəyik. Geniş zalımız 600 nəfərə qədər qonaq qəbul etmə imkanına malikdir. Eləcə də biz sizə yüksək furşet xidmətini təqdim edirik. Qeyri-adi, zövqlə bəzədilmiş bəy-gəlin kürsüsü sizə məclisin şəhzadəsi hissini yaşadacaq. Yalnız rüyanızda kran çəkilişini sizə hədiyyə edirlər. Rüyada görüşərik.
Bu yayın istisində Dəniz Şadlıq Sarayı sizin qəlblərinizi sərinlədəcək. Bura Dəniz Şadlıq Sarayıdır. Yenicə istifadəyə verilmiş Dəniz Şadlıq Sarayı öz qapılarını sizin üzünüzə açır. 300-350 nəfərlik böyük zalda siz təmtəraqlı tədbirlərinizi və həyatınızın unudulmaz anı olan toy gününüzü keçirdə bilərsiniz. Şar və zər yağışı, atəşfəşanlıq, tort, bəygəlin maşını Dəniz Şadlıq Sarayı tərəfindən sizə hədiyyə olunur. Ailəvi istirahət mərkəzində ailənizlə xoş saatlarınızı yaşayacaqsınız. Sevginizin dəniz suyu qədər saf, dənizin özü qədər dərin olması arzusu ilə biz sizi Dəniz Şadlıq Sarayında gözləyirik. Oynaya bilmir, deyir yerim dardı, məsəlinə dönməsin. Amma dünənki toyda mən ürəyimcə əl qol açıb oynaya bilmədim. Amma o toy 4 qardaşda keçsəydi. 4 qardaş Şadlıq Sarayı 350 nəfərlik kiçik zalda nişan, ad günü və digər tədbirlərinizi qeyd etmək üçün ən uyğun məkandır. 4 qardaş Şadlıq Sarayı 500 nəfərlik zalda isə sizin böyük məclislərinizi ideal şəkildə təşkil edib, xoş gününüzü unudulmaz edəcək. Çünki yalnız burada romantikliyi ilə gənc qızların ürəyini fəth edən Sevən Ürəklər qrupu çıxış edir. Bəygəlin maşını isə hədiyyə olunur. Dənizə açılan mənzərəsi 4 qardaş Şadlıq Sarayını digərlərindən fərqləndirir. Fərqliliyimiz uğurumuzdur. 4 qardaş Şadlıq Sarayı. Ünvan: Sumqayıt şəhəri 6-cı mikrorayon, dəniz kənarı. Telefon 018 642 5601 018 642 5602. Arzular tükənməzdir. Təəssüf olsun ki, hər arzuda çin olmur. Amma Arzu Şadlıq Sarayı sizin hər bir anınızı çin etməyə hazırdır. Bura Arzu Şadlıq Sarayıdır. Həyatda ən əziz arzulardan biri isə toy etməkdir. Arzu Şadlıq Sarayı bu istəyinizi həyata keçirir. 150 nəfərdən 700 nəfərə qədər 2 zalı ilə hər kəsi razı yola salacaq Arzu Şadlıq Sarayında qiymətlər çox münasibdir. Burada Avropa və milli mətbəxin ən ləziz təamları, bol çeşid, yüksək xidmət və gülərüz personal hər zaman xidmətinizdədir. Ünvan: Bakıxanov qəsəbəsi, Köhnə Razintal Kuçkasının yanı. Telefonlar 012 429 63 55 055 710 40 30. Arzularınızı Arzu Şadlıq Sarayında həyata keçirin. Dünən rəfiqəmin toy mərasimindəydim. Cəmi subaylar üçün olsun. Düzdür, toy pis keçmədi, amma gəl gör məkan məni açmadı. Deyirəm, yəqin toy sahibləri Grand restoranından xəbərsiz olublar. Grand ad deyil, bu bir tituldur və hər Şadlıq Sarayı ona verilən titulu qoruyub saxlaya bilmir. Grand Şadlıq Sarayı isə illərlə fəaliyyət göstərməklə bu titulu doğruldur. Bura siz 300-400 nəfərlik böyük zalda həyatınızın ən qiymətli anı olan toy gününüzü keçirdə bilərsiniz. Grand restoranı tərəfindən bu xoşbəxt cütlüyə atəşfəşanlıq, qızıl üzük, nigah və populyar müğənnilərin iştirakı hədiyyə olunur. 100-200 nəfərlik kiçik zalda isə siz ad günü və nişan mərasimlərini qeyd edə bilərsiniz. Biz əminik ki, siz hər dəfə bizi seçəcəksiniz. Qonşumuz Saadət xalagildə toy ərəfəsində qanqaraçılıq qopdu. Düzünü desəm, elə mən də məhəllədən keçirdim. Eşitdim ki, demə qız evi bəyəndiyi restoranı oğlan evi bəyənmir. Oğlan evi bəyəndiyini qız evi bəyənmir. Odur ki, siz baxım görümə baxın, mən əminəm ki, siz bir qərara gələcəksiniz. Hörmətli tamaşaçılar, bugün Avra Sarayda hava bomba kimidir. Həftənin 7 günü gündə 2 dəfə baxım görümü izləməyi unutmayın. Bugünlük bu qədər. Sağ olun, salamat qalın.